Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu bugün canlı yayımda dəhşətli xəbərlər verəcəyəm. YouTube kanalımız haqsızlığa susmaya gəlin. Dərhal efirə baxan kimi kanalımıza abunə olun, kanalımızı izləyin. Çox gözəl xəbərlər verəcəyəm. Mən verən xəbərləri heç kim vermir, versə də məndən sonra verir. Dəyərli mətələrim, birinci, hamınız eşitdiniz bir hakim dünyasını dəyişdi. Amma o dünyasını dəyişməmişdən bir neçə saat qabaq check-up mani elədi və çox sağlam idi. Pərdə arxasını deyəcəm, dəhşətli xəbərlər deyəcəm. Samir Əliyevi, hakimi necə aradan götürdülər, niyə aradan götürdülər? Söhbət qız məsələsidir, dəhşətli məsələdir. Aləm deyəcək bir-birinə bu xəbər açıqlayanda. Deməli, hakimi necə, Samir Əliyev hakimi necə məhv elədilər, o biri dünyaya göndərdilər, onun hamısını deyəcəm. Getdik ikinci məsələ. İlham Əliyev Rusiyaya niyə getmədi? Bu yalan söhbət imiş. Vučić gəldi, Sırbistan başkanı, Serbiya başkanı və necə deyə Putin gəlməyini istəyirdi. Yo. Bunun məxfi tərəflərini deyəcəm. Dəhşətə gələcəksiniz. Putin'e təxmin elədiyimiz kimidir. Putin İlham Əliyevin gəlməyini özü istəməyibdi. Necə deyərlər? Sanksiyalara düşməsin deyə. Çünki ölkə daxilində, ölkə xaricində vurulan, vurulmayan məmur, iş adamı kim olur olsun, daşınan, daşınmaz əmlakın, obyektin maya dəyərinin 80%-nə də, gəlirin 80%-nə də İlham Əliyev sahibdir. Eləcə də Putin ilə İlham Əliyev şərikdir. İlham Əliyevə sanksiya gəlməsi Putinə çox böyük zərbədir və Putin istəməyib ki, gəlsin Avropanın, dünyanın qəzəbinə tuş gəlsin sanksiyalara. Və yenə gəldi sanksiya, bugün də gəldi sanksiya, gəlməyə davam edir sanksiya. İlham Əliyev son aylarını yaşayır, bəlkə də son həftələrini. Getdik, dalına baxaq. Üçüncü, bilirsiniz ki, Ermənistan Hindistandan 6 milyardlıq silah aldı. Hansı silahları aldı? Hansı ölkədən? Fransadan, Ermənistan, Hindistandan, ümumiyyətlə hansı ölkədən nə qədər silah aldı? Onları deyəcəyəm, dəyərli həmvətənlərim. Türkiyədə 45 gizli kaset qalmaqalı, bütün düşübdür məxvi, necə deyərlər, anketliklər, mit, ora, bura, aləm deyib bir-birinə 40 kaset tapmışlar, 5'i tapılmamışdı və 5 kaset də deyəsən ortaya çıxıbdı, aləm deyib bir-birinə. O kasetlərdən paylaşım var, onu diqqətinizə çatdıracağım. Erdoğan pis durumdadır, vəziyyəti pisdir. Deyəsən, bu diktatorların hansının vəziyyəti yaxşıdır ki? Getdik, deyələmədənəm, Dövlət Sərhəd Xidmətində İlham Əliyevin ailəsinə bağlı gizli hospital, doğum evi, gizli klinika, hospitalda gizli klinika fəaliyyət göstərirmiş. Baxına, İlham Əliyevin ailəsinə bağlı Dövlət Sərhəd Xidmətinin hospitalında gizli klinika, doğum evi fəaliyyət göstərirmiş. Boy, oradan nələr göstərəcəm, nələr deyəcəm, dəhşətə gələcəksiniz. Dəyərləmədənlərim, belə bir gözəl aylarda hamı kənd həyatını yaşamaq istəyir də, hər yer çiçəklər, bülbülü çağırır, nə bilim, gülgülü çağırır. Belə bir gözəl vaxtda istər Laçın, istər Ağdam, istər Ağalı kəndi, istərsə Füzuli, insanlar fəryad eləyir, fəryad getməklərinə peşman olublar. O etiraz dalğalarını göstərəcəyəm sizə. Mən deyəndə ki, ay millət, xalq üçün Qarabağ ermənilərdən müvəqqəti təmizlənib, bəli. Amma Azərbaycan xalqı üçün Qarabağ ətrafı alınmayıbdır. Xalqımıza bircə qarış torpaq da verilməyibdir. Hamısı yalandır. Bircə dənə Ağalı kəndə torpaq verirlər. Heç onda kupçasını verməyiblər. Reşotkiyə alıblar Ağalı kəndini. Və icazə ilə çıxırsan, icazə ilə gəlirsən, gecələrdə polislər aynadan yataq otağında çəkirlər. Artıq fırtına, zəlzələ, vəlvələdir ölkədə. İlham getməyincə heç nə düzələnməz. Çünki ölkəyə sərmayə qoymaq lazımdır. İlham Əliyevdə bütün sahibkarların mələr qoyubdur. Heç bir ağlı olan adam Azərbaycana çöp də yatırım eləməz. Dəyərləmədənən deyər sonra Putin getmədi, nə dedi, ağzından nə çıxdı? Putin getməyəcək Türkiyəyə. Və mən deyəndə oldu, Türkiyəyə Putin getmədi. Özü dedi, gedəcəm dedi. Danışacaq dedi, Rusiya danışmağa dedi, hazıram danışıqlara. Amma özü getmədi, dedi, ciddi saymıram. Əlbəttə, Lavrov getdi, inanmıram ki, Zelenski Lavrovdan görüşə. O deyəcək, mənim müəddabım deyil bu. Mənim ki,
Putin idi. Və salam, dəyərli vətənlərim, aləm deyəcək bir-birinə. Sabah ayın 15-idir, mənim elə ad günümdür. Təbrik eləyənlər indidən çoxdur. Hər birinizə təşəkkür edirəm. Bu mənim Almaniyada sonuncu ad günümdür. İnşallah gələcək ad günümü sizlərlə keçirəcəm. Mən Azərbaycanı çiçəkləndirməyə gəlirəm. Bu dünyada sizə cənnəti yaşatmağa gəlirəm. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, mən prezident olandan sonra bugün dünyanın dörd bir tərəfinə səpələnən, hətta məni ya məhv eləyin, ya da Afrikaya göndərin, amma Azərbaycana göndərməyin deyirlər. Əzizəm vətənəm, indi mən ölkənin prezidenti olanda, inanın Allaha deyirəm, İngilislər, Almanlar, Fransızlar Azərbaycan vətəndaşlığı almaq üçün növbəyə duracaq. İlham Əliyev Azərbaycan xalqını dünyaya səpələdi. Mən insanları ora-bura qovmayacağam. Bütün dünyadan Azərbaycanların qayıdıb gəlməsinə şərait yaradacağam. Əzizəm, bizə fakt deyilmi? Bizə fakt deyilmi sizə? Deyilmi sizə? Ermənistan profesional orduya keçdi. Artıq qərar verildi. Bəli. Azərbaycan maxesi nə alır? Başınıza dönüm sizin. Azərbaycan maxesi nə alır? Azərbaycan maxesi alır. 300 manat pul alır. 330 manat, 370 manat pul alır. Deyəcəz, bəziləri çox alır. O Ligotdan 30 manat, nə bilim, uzaqbaş serjant da 3-5 manat, 12 manat ona görə gəlir. Gəlir 450 manat zad eləyir. Səngərdə olan 550 manat eləyir. O da ezamiyyət pulu zad ola bilər bəzi hallarda. Baxın ha. Azərbaycan maxesi 350 manat alır. Azərbaycan komandir zabiti 550 manat alır. Azərbaycanda komandir batalyon 850 manat alır. Azərbaycanda brigada komandiri, general, brigada komandiri və yaxud generalın akladı 1850 manatdır. Nərdəsə icra başçısına neyini. Ancaq və lakin brigada komandiri 1850 manatdır. Qoy general da olsun o 2000 manat. Amma Ermənistanda bu gündən bütün hərbi hissələrə gedib. Yəni əskərlər qalın və yaxud mülküdən gəlin. Aylığı nə qədər olsa yaxşıdır. İlkin $1200. $1200, yəni Azərbaycanın generalı ala bildiyi pul qədər erməninin maxesi pul alacaq. Və Ermənistanda, eləcə də başqa ölkələrdə, olsun Belarusiya, verirlər o hərbi məktəbi qutarırsan, hesab verirlər, nə verirlər? Diplom. Diplomla barabar evin kupçasını verirlər, kupçasını. Azərbaycanda isə, baxın, Ermənistanda, nəysə çox deyil danışmaq, ola canlı yayında xırdalayacağım. Deyələmək, Qaxın icra başçısı Şəkiliyev Musa Şabanoğlu. Şabanoğlu Şaban. Qaxın icra başçısı Şəkiliyev Musa. İnan Allaha sən eşitmişəm ki, vətəndaşlara yanında, qabağında qaçaraq əmr eləysən, Eşitmişəm icra başçısındakı işçilərin anasına söyürsən. Oradakı icra başçısının işçilərini pis günə qoymusan. Hamısını söyürsən, təhqir eləyirsən. Adicə mülki insanlara deyirsən, mənim qabağıma qaça-qaça gəlməlisən. Sizi prezident ora xalqa xidmətçi göndərib, qulluqçu göndərib, yoxsa siz xalqa gestapol rejim uyguluyursunuz orada. Sən var ha, səni adam eləyən var, sən Əhmədzadə adam eləyib ha səni. Sənin də Musa, baban, Əhmədzadənin atası yetim idi, ona çörək verib ha, Əhmədzadələrə. İnan Allah, o çörəyin içini neynəyərəm bilirsinizmi? Sən yobana Qaşqaldaq icra başçısı, bir də eşidəm ki sən icra hakimiyyətində işləyən işçilərə söyüş söyübsən. Bir də eşidəm ki sən xalqı, vətəndaşları incidibsən. Adi sıravi vətəndaşlara qaça-qaça gəlməlisən qabağıma. Belə sözlər deyibsən. İnan Allaha, Əhmədzadə demərəm. Musa Şəkiliyev, sənin ağ taşaqlarından qara qovurma pişirib, birinci gidizdirərəm Zeynal Nağdəliyevə, sonra da o dadı xoşuna gəlməsə İlham Əliyevə gidizdirərəm. Ağıllı ol, itdən əmələ gələn. Son sənə xəbərdarlıq eləyirəm. Dedim ha, Qaxın icra başçısı, sən hələ deyən məni tanımırsan, Küçük balası,
Gəlin canlı yayıma, dəhşətli xəbərlər var.